Salam əziz şagirdlər. Bugün sizə 21 aprel 2024-cü il 9-cu sinif riyaziyyat buraxılış suallarının izahını verəcəm. Əvvəlki illərin buraxılış suallarının izahları hamısı kanalda var. Girib videolara izləyə bilərsiniz. Kanala abunə olmağı unutmayın ki, növbəti videoları da görə biləsiniz. Başlayaq 61-ci sualdan. Deyir, motorlu qayığı çayın axını ilə sürəti 20.4 km/saat, axına qarşı isə 15.6 km/saat olarsa, çayın sürətini tapın. Deməli, biz bilirik ki, çayın axını ilə deyəndə qayığın sürəti ilə çayın sürəti toplanılır. Axına qarşı deyəndə qayığın sürəti ilə çayın sürəti çıxılır. Bunu bizə 15.6 km verir. Və belə bir tənələr sistemi alırıq. Bunu tərəf-tərəfə toplayanda onda bunlar ixtisar gedər. 2 dənə və qayığın sürəti bərabərdir. Cəmləndə bu bizə nə verir ki, 11 yadda 36. 36 verir. Onda buradan da qayığın sürəti neçə olur? 18 olur. Bizdən qayıq çayın sürətini istədiyinə görə cəmləri 20.4 idisə, belə birinci də yerinə qoysa, qayığın yerinə 18 km qoysa, onda V çayın sürətini tapmaq üçün 20.4-dən 18-i çıxarıq. Bu da bizə verər 2,4. Cavabımız olacaq doğru cavab Y variantı. Sonra 62-ci suala baxaq. 62-ci sualda şəkli çəkməyə ehtiyac yoxdur, elə şəkil üzərində həll edək. Deyir ki, ümumi sahəni bizə ABC-nin sahəsini 60 verib, 68 verib. SDB-nin sahəsini 24 verib. Bizdən ADC-nin sahəsi, bunun sahəsini istəyir. Təbii ki, ADC-nin sahəsini tapmaq üçün ümumi ABC-nin sahəsindən çıxmaq lazımdır. Bu BDC-nin sahəsini, SDB-nin sahəsi. Bu da ümumi sahəni 68 verib. 68-dən 24 çıxacaq. 68-dən də 24 çıxanda 4, 44. Cavabımız olacaq A variantı. Keçək növbəti 63-cü suala baxaq. 200 ədədi 1, 3, 6 ədəd 3 hissəyə ayrılıb. Alınmış ədədlərdən böyük ilə kiçiyin fərqini tap. 1 nisbəti 1x, 3 nisbəti 3x, 6 nisbəti 6x cəmləyərək 200-ə bərabər edərik. 10x-imiz 200-dürsə, x-imiz olacaq 20. Deyir, ən böyük ilə ən kiçiyin fərqi. Ən böyük 6x-dir, ən kiçiyi də x-dir. Bunların fərqlərini tapıb 5x, x-imiz də 20 tapmışıq, 5-i 20-yə vurarıq, cavabımız olar 100. Doğru cavab B variantı. Yəni, ayrı arxda da tapa bilərdiniz, sonra çıxa bilərdiniz, fərqi yoxdur. 64-cü suala baxaq. 64-cü sualda deyir ki, A nöqtəsini verib koordinatların A2, B nöqtəsinin koordinatları 0B, C nöqtəsinin koordinatları 1, 0 nöqtəsinə nəzərən simmetrik olarsa, A və B-nin qiymətini tap. Deməli, uşaqlar, bu nöqtəyə nəzərən simmetrikdirsə, bu nöqtə A2, C nöqtəsini ortada yazacağım, çünki buna nəzərən simmetrikdirlər. Bunun üçün düstur da var. Amma ehtiyac yoxdur düstura. Elə burada buna nəzərən simmetrik deyirsə, tən orta buradır da. Biz bu nöqtələri, x-lərin bir toplayıb böləcəyik 2-yə. Bunun x-i ilə bunun x-ini toplayıb 2-yə böləcəyik. Buna simmetrikdirsə, bunun x-inə bərabər olacaq. Onda buradan A plus 0-ı 2 tapırıqsa, ayımız elə 2 olur. Yenə də y-ləri də 1. Bunun y-i ilə bunun y-in 1 toplasam, 2 plus b bölü 2. Bunu da y-inə bərabər edirəm 0-a. Buradan 2 plus b-ni tapanda 0, 2-yə vuranda 0 edir. 0-dan 2 mənfi 2. Deməli, ayımız mənfi 2, b-imiz 2. Mənfi 2, müsbət 2. Deməli, mənfi 2, müsbət 2. Ayımız mənfi 2, b-imiz də 2, müsbət 2. Burada biz nə isə səhv yazdıq. 0, 0-dan 2, mənfi 2. Ayımız 2, bəli, b-imiz mənfi 2. Doğru cavab Y variantıdır. Ayımız 2, b-imiz mənfi 2. 65-ci sualda sadə sualda deyir ki, mənfi 8 və 4,82 ədədlər arasında neçə dənə tam ədəd var? Ədəd oxunda da göstərmək olar. Mənfi 3,8-dən böyük, 4,82-dən kiçik. Mənfi 3,8-dən böyük mənfi 3 var. Mənfi 2 var. Mənfi 1 var. 0 da tam ədəd kimi sayılır. 0, 1, 2, 3, 4,82 deyirsə 4-ü də götürə bilərik. Onda bunların sayını istəyir də. Neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Doğru cavab C variantıdır. 66-cı sualda vurğulara ayırmadır. 3A-nın kvadratı çıxılsın 2A.
ifadəsini deyir vurulara ayırın. Buradan da biz təbii ki, A-nı mötərizə xaricdən çıxarsaq qalar 3/2. A vurulsun 3/2. Doğru cavab D variantıdır. Keçək növbəti 67-ci sualda baxaq. 67-ci sual. Yaxşı sualdır. Deyir ki, 2-nin 2 bərabər kökü var. X kvadrat çıxılsın 2mx çıxılsın m çıx 2 bərabərdir 0. Nə vaxt tənliyin 2 bərabər kökü var idi? Kvadratik tənliyin o vaxt 2 bərabər kökü var ki, diskriminant 0-a bərabər olanda. Diskriminant 0-dan böyükdürsə 2 müxtəlif kökü var idi. Diskriminant 0-dan kiçik idisə kökü yox idi. Diskriminantı tapanda kök altda b-nin kvadrat. B x-in əmsalı idi. Mənfi 2m-dir. Mənfi 2m-in kvadratı. Çıxılsın 4ac. Ayımız 1-dir. S-imiz nədir? Burada mənfi var. Onu unutmayaq. Mənfi vuraq mötərizədə m çıx 2. Bərabərdir 0. Mənfi 2m kvadratı 4m kvadrat. Mənfi dəyəndə müsbət olur. Elə birbaşa 4-ü vuracağıq m çıx 2-yə. Bərabərdir 0. Bunu da biz həll edəndə hər tərəf kvadrata qaldırsaq, təbii ki, bu kök gedər. 4m kvadrat üstəgəl vurub açanda 4m çıx 8 bərabərdir 0. Bunda təbii ki, hər tərəfini 4-ə bölə bilərik. Olar m kvadrat üstəgəl m çıx 2 bərabərdir 0. Bunu diskriminantla həll etmək olar. Ehtiyac yoxdur. Çünki biz v terimini keçmişik. V teriminə görə tənli köklər cəmi. Burada m-dən asılıdır deyə m1 plus m2. İkincinin əksi idi. Burada müsbət 1-dir də, yoxdursa 1 sayılır. Müsbət 1 isə bunun əksi mənfi 1 olur. Köklər hasilidir ki, sərbəst hədd. Sərbəst hədd də mənfi 2-dir. Düşünürük ki, bu ədədlər hansı ədədlərdir ki, cəmləndə mənfi 1 edir, vuranda mənfi 2 etsin. Mənfi 2 ilə 1 olar da, cəmləyəndə mənfi 1 eləyir, vuranda da mənfi 2 edər. Deməli, cavabımız mənfi 2, 1. Mənfi 2, 1. Doğru cavab D variantı. Sonra 68-ci suala baxaq. Deyir ki, Nəzirin öz puluna 7 dəftər və 3 karandaş ya da 5 dəftər və 7 karandaş ala bilər. Deməli, uşaqlar, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Biz dəftərin qiymətini bilmirik axı. Dəftərin qiymətini x götürək. Karandaşın da qiymətinə bir y deyək. Əgər Nəzirin öz puluna 7 dəftər alırsa, qiyməti x-dirsə, bu olacaq 7x. 3 karandaş alırsa, karandaşın qiyməti y manatdırsa, tutaq ki, bu olsun. Onda olacaq 3y. Və bu eynən həmən bu pula ya da 5 dənə dəftər alar. 5x onda olacaq. Və 7 karandaş alar. Bunda 7y. Və bunun pulu sabit olduğuna görə bir-birinə bunlar nədir? Bərabərdir. Deməli, Nəzirin pulu həm 7 dəftər 3 karandaşa çatır, həm də 5 dəftər 7 karandaşa çatırsa, bunun pulu sabitdir də. Yəni, bunları bir-birinə bərabər etsək, x-ləri sola keçirək, y-ləri sağa keçirək. 7x-dən 5x çıxanda 2x. Sonra 7y-dən də 3y çıxanda 4y. Hər tərəfi də 2-yə bölsə, x-imiz olar 2y. İndi bizə deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Təbii ki, 2 dəfə çoxdur da. 2-yə vururuq ki, karandaşı 2-yə vururuq ki, dəftərə bərabər olsun. Dəftər də karandaşlar neçə dəfə çoxdur? 2 dəfə. Cavabımız olur A variantı. Sonra keçək 69-cu suala baxaq. 69-cu sualda bütün iki rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılıb. Torbadan təsadüfən seçilən bir vərəqin üzərindəki ədədin 6-ya bölünən ədəd olması ehtimalını tap. Deməli, biz ehtimal ümumiyyətlə deyirdik əlverişli halların sayın mümkün halların sayına bölmək deməkdir. Əlverişli halların sayın mümkün halların sayına bölürdük. Bu ehtimalımızın qaydası idi. Əlverişli hallar iki rəqəmli ədədlər neçə dənədir? Gəlin birinci ona baxaq. İki rəqəmli ədədlər bilirsiniz 10-dan başlayır 99-a qədər. 10 da daxil, 99 da daxil. Onda neçə dənə cəmi ədəd var? Biz 2 dənə belə ədədlər daxil olanda böyükdən kiçik çıxırdıq say tapanda. Üstünə də 1-i gəlirdik. Onda neçə? 90 edəcək. Yox, əgər biri adi olsa, biri kvadrat mötərizə, yəni biri daxil olmasa, biri daxil olsa, sadəcə çıxırsınız. Hər ikisi adi mötərizə olanda
böyükdən kiçiyə çıxırsınız, təzədən 1-i çıxırsınız. Yəni bunu biz natural ədəddə keçmişdik. Deməli ki, ümumi 2 rəqəmli ədədlərin sayı 90 dənədir. Mümkün halların sayı 90 dənədir. Qaldı ki, əlverişli halların sayını tapmaq. Əlverişli halların sayı bizə deyir ki, 6-ya bölünən ədəd olması. Deməli, uşaqlar, 6-ya bölünən ədəd olması saya da bilərsiniz. 2 rəqəmli ədədlər neçədən başlayır 6-ya bölünənlər? 12-dən, sonra üstünə 6 gələ-gələ gedirik də biz. 12, 18, belə davam edəcək. Hara qədər? 96. Ən sonuncu 96-dan. 96 olur 6-ya bölünən. 99, 98, 97 bölünmədiyinə görə 96 dənə. 96 olur. Deməli, ən kiçik 18-dir, ən böyük 96-dır. Bu ardıcılığı biz ədədi silsilə ilə də tapa bilərik. İndi siz ədədi silsilələ ki, keçməmisiniz deyə, onda biz bunu belə deyək. Ümumiyyətlə, 1-dən 96-ya qədər 6-ya bölünənlər təbii ki, 6-dan başlayır da. Neçə dənə ədədin tapmaq üçün, neçə dənə ədəddir onu tapmaq üçün biz nə edirik? Həmən ən çoxun ən aza bölürük. 96-nı 6-ya böləcəyik. Neçə dəfə düşür bu? 96-nı 6-ya böləndə 16 dəfə düşür. 16. Amma bu 16 dənə olmayacaq da 1-in çıxmalıyıq. Niyə 1-in çıxırıq? Çünki bu 1, 6 var. Bu 6 2 rəqəmli ədəd deyil axı. Tək rəqəmli ədəddir. Ona görə bu 6-nı çıxırıq. 15 dənə olur. 15 dənə olur. Deməli, əlverişli halların sayı neçə olacaq? 15 olacaq. Onda 90-da 15-də 15-ə ixtisar getsə, cavab qalar 6-da 1. Doğru cavab A variantı. 69-da da cavabımız A variantı oldu. Keçək 70-ci suala baxaq. 70-ci sualda deyir ki, gəlin şəkli çəkək. 2 paralel düz xətdir. Bura x verilib, bura z verilib, bura y verilib. A düz xətdir, B düz xəttinə paraleldir. Deyir, y bucağını x və z ilə ifadə et. Yəni, y-i soruşur da bir sözlə bizdən, y-i soruşur. Uşaqlar, bu paralel düz xətləri biz bilirik. 2 paralel düz xət. Bunlar bir-birinə paraleldirsə, bu bucaqla bu bucaq uyğun bucaqdır. Bununla da bu uyğundur. Deməli, bura y-ci ilə burada y-dir. Gördüyünüz burada bir üç bucaq alındı. Üç bucağın qaydası necə idi? Üç bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər idi. Yəni, x-imiz onsuz da burada y ilə z-in cəmidir. Və burada da bizdən y istədiyinə görə y tapsaq, x çıx z olar. Deməli, doğru cavab olacaq x çıx z, C variantı. Sonra 71-ci sualda deyir ki, 1 kiçik bərabər x kiçik bərabər 5 bərabərsin ödəyən natural ədədlərin hasilini tap. Burada bilirsiniz də altında xətt olanda bu ədədlərin özləri də daxil idi. 1, 2, 3, 4, 5. Bu həmən ədədlərin hasili. Bu ədədləri də bir-birinə vursaq 2, 6, 24, 24 də 5-ə vuranda 120. Doğru cavab Y variantı. Doğru cavab Y variantı. 72-ci suala baxaq. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə bir çevrə çəkməliyik biz. Çevrə çəkməliyik. Bizim çevrəmiz olsun. Mərkəz O nöqtəsi olsun. AB və AC vətərləri çəkilir. Tutaq ki, bir vətər çəkək. AB vətəri. Belə olsun da bu. A, bura B olsun, bura C olsun. AB və AC vətərləri çəkilmişdir. Deyir, AB AC-yə bərabərdir. Aha, bu vətərlər bir-birinə bərabərdir. AOB bucağı 100 dərəcədir. AOB bucağı ilk baxışdan baxanda şagirdlər deyir, yoxdur burada. Yoxdursa biz onu özümüz çəkməliyik də. AOB, bu A ilə onu, O ilə B-ni birləşdirməliyik ki, burada biz AOB bucağı ala bilək. Bu bucağı bizə 100 dərəcə verib. Bizdən COA-nı istəyir. COA. Bunu istəyir. Onda bununla birləşdirsəm, bu bucağı istəyir də bizdən. Bucaq COA. Bucaq COA-nı mən necə tapa bilərəm? Birinci bu, buradan da görünür. Bir də onu deyim ki, bu şəkildə bu hissə biraz belədir. Yəni, düz deyil. Belə. Yəni, düz olsa, onda diametr olar. Diametr deyil bura. Bizdən bu bucağı istəyir. Deməli, uşaqlar, əgər belə qayda da var da, bu vətərlər bərabərdirsə, bu bucaqlar onsuz da bərabər olacaq. Səbəb də budur ki, bura 100 dərəcədirsə, bunun qövsü də 100-dür. Doğru mu?
100'dür. Onda bu vətərlər bir-birinə bərabərdirsə, çevrədə belə bir qayda var idi. Vətərlər bir-birinə bərabərdirsə, bunların ayırdığı qövslər də bir-birinə bərabərdir. Onda bura 100 dərəcədirsə, bu qövs də 100 dərəcədir. Burada yenə bu sual qoyduğum yenə də mərkəzi bucaqdır. Mərkəzi bucaq da elə söykəndiyi qövsə bərabərdir deyə burada 100 dərəcə olur. Cavab olur C variantı. Sonra keçək 73-cü suala baxaq. Bu da sadə sualdır. Deyir, həm 2-yə, həm 3-ə bölünən ədədi göstər. Təbii ki, həm 2-yə, həm 3-ə bölünən ədədlər hansı ədədlər olur? 2-yə bölməsinin sonu cüt rəqəmlə 0-la bitməlidir. 3-ə də bölməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. Baxaq, bu 5 ilə bitib olmaz. Sonra 0 ilə bitib 2-yə bölünür, amma 65 rəqəmlər cəmi 11 edir, 3-ə bölünmür. Sonra 4 ilə bitib 2-yə bölünür. Rəqəmlər cəmi 6 üstə 1, 7, 7 üstə 2, 9, 9 üstə 4, 13. 13 üstə 3-ə bölünmür. Bu sonra təklə bitib 2-yə bölünməz. Onda doğru cavab D variantı olacaq ki, çünki 1608-dir. Sonra 8 ilə bitib 2-yə bölünür. Rəqəmlər cəmidəki 15 edir, 3-ə bölünür. Deməli, o doğru cavab D variantı. Sonra 74-cü suala baxaq. 74-də də sadə sualdır. Yəni kök 6-ya aid deyərdim ən sadə suallardan biridir. 2 vur kökdə 64. 64-dən bilirsiniz kök çıxır 8. 8-i 2-yə vurdunuz 16. Kök 6 16. Bir dənə də bu kökü unutmayın. 16-dan nə kök çıxır? 4 kök çıxır. Deməli doğru cavab B variantı. Sonra 75-ci suala baxaq. 75-də sadə sualdır. Burada da sadələşmədən danışır. Sadələşməyə aid ifadəsini sadələşdirir. Biz bilirik ki, əmsallar eyni olanda vuranda qüvvətlər toplanılır, böləndə çıxılır. Yəni A üstü 10 vurulsun A üstü mənfi 2 böl A üstü mənfi 3. Misal belədir. Onda necə olacaq? Vuranda qüvvətlər toplanacaq. Mənfi 2 ilə onu toplayanda müsbət 8 verir. Bölünsün A üstü mənfi 3. Burada da əmsallar eynidirsə, böləndə qüvvətlər çıxılır. 8-dən mənfi 3 çıxanda mənfilər dəyər bir-birinə toplanılır, olur A üstü 11. Doğru cavab D variantı olur. Sonra keçək 76-cı suala baxaq. 76-cı sualda A çoxluğunu verib 3, 6, 7, 8, 9, 10. B çoxluğunu verib 1, 4, 6, 8, 9, 11. C çoxluğunu verib 2, 3, 7, 10, 12. Deməli, çoxluqlar bunlardır. Bizdən ilk növbədə deyir ki, burada nəyi tap deyir? Birinci B ilə C-nin birləşməsini tapmalıyıq. Sonra da ki, A-nı çıxmalıyıq. Gəlin ilk növbədə B ilə C-nin birləşməsini tapaq. B ilə C-nin birləşməsi B-dən C-nin bütün elementlərindən təşkil olunmasıdır. 1, 2, 3, 4, kiçikdən böyüyə düzək 6, 7, 8, 9. Sonra nə var? 10, 11, 12. Bu B ilə C-nin birləşməsini yazdım. İndi biz bundan çıxmalıyıq nəyi? Biz çıxmalıyıq A-nı. A elementində bunun aşağısına yazım təzədən. Çıxırıq A-nı. 3, 6, 7, 8, 9, 10. 3, 6, 7, 8, 9, 10. Bəli. Bu gördüyünüz elementlərdən, bu elementlərin çıxanda ortaqlar düşür də 3, 3, 6, 6, 8, 8, 9, 9, 10, 10. İndi biz bundan bunu çıxdığımıza görə biz deyirdik ki, axı birincidən ikincini çıxdığımıza görə yalnız birincidəkilər qalır. Yəni birinci N element, bu yazıram burada B birləşməsi çıx A. Bundan çıxdığına görə yalnız buradakı elementlər, yalnız bu B ilə C-nin birləşməsindəki elementlər hansılardır? 1, 2, sonra 4, 7, 11, 12. Bu N də bilirsiniz də, N də onun sayını göstərirdi. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənədir. Deməli, 76-da da cavab 6 oldu. Bir də baxaq. Deməli, 1, 2, 3, 4, 5, 6 oldu. Burada 7'lər də var da. Bu 7'lər də gedir axı. Ona görə 7-ni saymırıq. 5 dənə. Deməli, 76-da cavab olur 5.
Sonra 77-ci suala baxaq. 77-ci sualda da sadələşdirin deyir. Sadə, bu da sadələşmə sualdır. A çıxılsın 2B vurulsun. Surətdən 4A plus 8B'dir. 4-ü mötərizə xaricdən çıxarsaq qalar A üstəgəl 2B. Məxrəcdə bilirsiniz A kvadrat çıx 4B kvadrat A minus 2B A plus 2B. Müxtəsər olma düsturu. A kvadrat çıx B kvadrat bizə A minus B A plus B verirsə, burada A kvadrat çıx 2B'nin kvadratıdır da bu 4B kvadrat. Ona görə bir çıxması, bir toplamasını yazırıq. Burada bu pluslər gedir. A minus 2B'lər gedir. Təkcə 4 qalır. Doğru cavab 4 olur. 78-ci suala baxaq. Yazıb ki, A-nın hansı ən böyük qiymətində ədədi 4-ə tam bölünür. Ədədi 4-ə tam bölünür. Gəlin buna baxaq. 4-ə yox, 45-ə. Deməli, 4A, 9B. Ədədi 45-ə bölünür. A-nın hansı ən böyük qiymətində? Deməli, uşaqlar, ümumiyyətlə, A-nın ən böyük qiymətini axtarırıqsa biz, ilk növbədə bu 45-ə bölünmə əlamətini bilməliyik. 45-ə bölünməsi üçün bu həm 5-ə bölünməlidir, həm də 9-a bölünməlidir. 5-ə bölünməsi üçün 2 şərt var. Ya 0, ya da 5 ilə bitməlidir. Deməli, B-imiz ya 0 ola bilər, ya da ki 9 ola bilər, 5 ola bilər. Ya 5, birinci 5-ə bölünməsi üçün baxaq. 5-ə bölünməsi üçün B-imiz ya 0 ola bilər, ya da ki 5 ola bilər ki, bu 5-ə tam bölünsün. B-imiz 0 olsa ədədimiz olacaq 4A, 9, 0. İndi bu ədədin əgər bu həm 5-ə bölünməlidir, həm 9-a. İndi bu ədəd 5-ə bölünüb də, sonu 0-la bitdi, 5-ə bölündü. Onda bu ədəd 9-a da gərək bölünər ki, bu 45-ə bölünsün. Onda biz rəqəmlərin cəmi 9-a bölünərsə, bu ədəd 9-a tam bölünür. 4 ilə 9-un cəmi 13 edir. Bu 13 plus A-dır da bu. 13 plus 0-da sayılmır. 13 plus A-nı biz 9-a bölməliyik. Özdə bunu da bilin ki, bu üstündə natural xətbə olanda A, B, bunlar rəqəmlər sayılırdı. Rəqəmlər də nə idi? Rəqəmlər də A da, B də deməli 0-dan 9-a qədər qiymət verə bilərik də. 9, 0 verə bilmərik. Ortada gəlirsə 0 verə bilərik. Əvvəldə gəlirsə verə bilmərik. 0-dan 9-a qədər. Şimdi 0-dan 9-a qədər biz rəqəmlərdir də bunlar. Rəqəm olduqlarına görə 0-dan 9-a qədər qiymət verə bilirdik. Təbii ki, ən böyük rəqəm 9-dur. 9 versək 13 də 9, 22 9-a bölünmür. 8 versə 21 bölünmür. 7 versə 20 bölünmür. 6 versə 19 edir. 9-a bölünmür. 5 verəndə. A-nın 5 qiymətində 18 9-a tam bölünür. Deməli, B-in 0 halı üçün A-nı 5 tapdım. Bəs B-nin 5 halı üçün onda necə olur? B-nin 5 halı üçün ədəd olur 4A, 9, 5. Bu 5-ə tam bölünür, məlum. Bu 9-a da tam bölünməlidir. Onda bu rəqəmlər cəmi 4, 9, 5, 18 plus A edir. 18 plus A-nı biz 9-a bölməliyik. Onda uşaqlar, 18 plus A. A-ya ən böyük rəqəm dedik, axı 9 verə bilərik. 9 versək, 18 plus 9 böl 9. 27 edir də bu. 27-ni də 9-a böləndə 3. Bəli. Deməli, A-ya 9 verəndə bu ədəd həm də 9-a da tam bölündü. Sonu 5 ilə bitdi. 5-ə tam bölündü. A-ya da ən böyük rəqəm, bəli 9 verdik. Həm də bu ədəd 9-a tam bölündü. Həm 5-ə, həm 9-a bölündüyünə görə həm də 45-ə bölündü. Deməli, A-nın 2 qiyməti oldu. 1, 5, 1 də 9. Bizdən də ən böyük qiymət istədiyinə görə deməli, cavabımız nə olacaq? 9 olacaq. 78-də də cavab 9 oldu. 79-cu suala baxaq. 79-cu sualda paralleloqrama aid bir sualdır. Deməli, paralleloqramımızı çəkək. A, B, C, D. Bucaq 2 bura verilib, bucaq 3 bura verilib, bucaq 1 bura verilib, bucaq 4 bura verilib. Yazıb bucaq 1 ilə bucaq 3-ün cəmi 60-dır. Bucaq 4 ilə bucaq 2-nin cəmi 150 olarsa, bucaq 1-i bizdən istəyir. Deməli, uşaqlar, necə düşünək? Baxın bura, bucaq, bu bir üst bucaqdır da burada. Bu. Bucaq 1, bucaq 3, bucaq 2. Onsuz da bucaq 1, bucaq 3, bucaq 2. Üç bucağın daxili bucaqlar cəmi 180-dır. Bizə də bucaq 1 ilə bucaq 3-ün cəmi, bunu bizə 60 veribsə, onda bucaq 2-ni tapmaq üçün 180-dan 60-ı çıxsaq 120 dərəcə alarıq. Bucaq 2-miz 120 edir. Yaxşı, bucaq 2 ilə də bucaq 4-ün cəmi 150 idisə, bucaq 2-nin yerinə 120 yazsaq, bucaq 4 üstə gəl 120
150 dərəcədirsə, onda bucaq 4-ümüz 30 dərəcə olacaq. Bucaq 4 30 dərəcədir. Yaxşı, bəs bucaq 4-ü tapdıq, amma bizdən bucaq 1-i istəyirdi. Onsuz da bu paralleloqramda qarşılıqlı bucaqlar bir-birinə bərabər idi. Ona görə elə bucaq 1-imiz də 30 dərəcə olur. Deməli, doğru cavab olur 30 dərəcə. 80-cı suala baxaq. Düzbucaqlı paralelepipedin 3 müxtəlif üzünün sahəsi 2, 5, 10-dur. Tam səthin sahəsini soruşur. Uşaqlar, tam səthin sahəsi üçün düzdür. Belə idi. 2 vurulsun AB, AC, BC idi. İndi bax bu 3 dənə üzün sahəsini onsuz da sənə verib. 3 üzünün sahəsi 3 müxtəlif üz. Məsələn 3 dənə müxtəlif bax bu üz, bu üz, bu üz. Bunun sahəsini 2 verib birinin sahəsini 5 verib, birinin də sahəsini 10 verib. Onda biz bunları toplayıb 2-yə vuracağıq da bir sözlə. 2 plus 5 plus 10. Bu da bizə 15, 17-ni 2-yə vursaq 34. Deməli doğru cavab oldu 34. Sonra 81-ci sual. 7 apreldə düşən sualda da bu tipdə bir sual idi. Ümumiyyətlə bu parabolaya aid belə suallar 9-cu sinif imtahanına çox düşür. Bunu mən 7 apreldə ya da 17 martda olan ikisindən birində bu izah vermişəm. Orada girib videolara baxarsınız. Əlavə bir nümunə də göstərdim. Özümdən bir qrafik çəkdim. Deməli baxın. Bura 2-dir, təpə nöqtə. Y-də 4-də kəsib. C-ni tapmaq ən rahatdır burada. Niyə? Çünki C ilə Y-i kəsən nöqtə idi. C-miz elə hazır 4-dür. Bu heç, bu getdi. Və bunu mən 2 cür izah verdim. Dedim ki, bura görürsünüz də bu x-i 2-də x2-dirsə, bunun Y-i 0-dır. Onda gətir bu ax kvadrat plus bx plus c-də yerinə qoy. Ax kvadrat plus bx plus c-də. Yerinə qoy, a ilə b-nin cəmini tap. Y-ə 0 versə, x-ə 2 versə 2-nin kvadratı 4, 4a. X-ə 2 verəndə 2b plus c-miz də ki 4-dür. Onda buradan 4a plus 2b bərabər olur mənfi 4-ə. 4-ü sola keçirəndə. Hər tərəfdə 2-yə böləndə 2a üstə gəl b-miz olur mənfi 2. Və bizdən nə istəyirdi? Bizə deyirdi 2a üstə gəl b üstə gəl c-ni tap. Bunu artıq mənfi 2 tapmışıq. C-nin qiyməti də 4 idi. Mənfi 2 ilə 4-ün cəmi doğru cavab olur 2. Amma bir şey var burada. Cavabımız doğrudur 2-dir. Amma birdən sizdə A ilə B-ni ayrı-ayrıqda istəsəydi, ayrı-ayrıqda istəsəydi uşaqlar. Ayrı-ayrıqda istəsə, məsələn A-nı necə tapaq, B-ni necə tapaq, bunu belə mütləq siz yazmalısınız, bilməlisiniz. Bu təpə nöqtədir. Təpə nöqtə X-in təpə nöqtəsi görürsünüz də M deyirdik biz ona. M-i 2-dir. Y-in təpə nöqtəsi koordinat başlanğıcına gəlir və bura. X-ə doğru olana M deyirdik, Y-ə doğru gedənə N deyirdik. Burada Y-ə doğru gələn bu X-in üzərində olduğuna görə məcburən N nədir? 0-dır. Və burada Y-i 4-də kəsib funksiya. Y 4-də kəsilibsə, biz onun deyirdik X-i 0-dır. Və parabolada bu qrafik aid belə bir düstur var idi. A vurulsun X minus M-in kvadratı plus N. Burada yerinə qoysaq A-nı tapa bilərik. Y-imiz 4-dür. A vurulsun. X-imiz 0-dır. M-imiz 2-dir. Bunun kvadratı üstə gəl 0. Buradan mənfi 2-nin kvadratı 4 edir. Müsbət 4. 4 ayımız 4-dürsə ayımız olur 1. Gördünüz, A-nı ayrıqda tapa bildik. Qaldı B-ni necə tapırıq? B-ni də M-in düsturundan, təpə nöqtənin düsturu da bilirsiniz. Mənfi B böl 2A düsturu. M-imiz bizdə 2-dir. 2 bərabərdir. Mənfi B böl. A-nı 1 tapmışam. 2-ni 1-ə vuranda 2 edər. Buradan da B-im nə olar? Mənfi 4 olar. 2-2-yə vurulur, mənfi keçirəm sala. Artıq B-imiz mənfi 4, A-mız 1-dir. Biz bayaqları 2A plus B-ni birbaşa tapmışdıq. Ona görə yenə də düz gəlirmi? 2A plus B-ni tapanda mənfi 2 eləməlidir. A-mız 1-dir, 2-ni 1-ə vuranda 2. B-imizdəki mənfi 4-dür. Bəli, cəmləndə mənfi 2 eləyir. Yəni, belə də 2A plus B-ni ayrıqda tapa bilərsiniz. Amma bunu mütləq bilməlisiniz. Ola bilər, məsələn, sizə imtahanda sual A ilə B-ni artıq 2A plus B yox. Misal üçün, burada istəsəydi A plus B plus C-ni tap. Artıq sən A-nı B-ni bilməliydin. Çünki sən burada 2A plus B-ni birbaşa tapırsan. A plus B-ni tapmırsan. Ona görə A-nı B-ni ayrıqda tapmağı da bilin. Deməli, orada doğru cavab 2 oldu. Keçək 82-ci suala. 81-i yazdıq. Bəli. Artıq bu ətraflı suallarda diqqətli olursunuz. Mən bunu hər dəfə izah verəndə deyirəm ki, 9-cu siniflər yaxşı olar ki, imtahana getməmişdən əvvəl bu tənliklər sistemi,
topluluqdakı sualları mütləq işləsinlər. Onlara aid suallar düşür. 82-ci sualdan baxaq. Deyir, əvvəlcə səbətdən 6 alma, sonra qalan almaların sayının 3/1 qədər və daha 6 alma götürdülər. Gəl bir əvvəlcə səbətdə nə qədər alma var? Tutaq ki, almanı biz bilmirik, x qədər almadır. Birinci belə məsələləri həll etmək üçün nömrə qoyun, 1, 2, daha çaşmamaq üçün daha rahat olsun sizə. Birinci mərhələdə nə edir? Əvvəlcə bu səbətdəki x-dən almadan 6 dənə alma götürür. Yerdə nə qaldı? X çıxı 6 qaldı da. Sonra ikinci mərhələ. Qalan almaların sayının 3/1 qədər. Qalan x minus 6 idi. Bunun 3/1 qədər. Qalan almaların deməli, qalan almalarının sayının 3/1 qədər. 3/1-ə vurdum. Və daha 6 alma götürdülər. Daha 6 alma. Deməli, 6 dənə alma təzədən yenə götürürsən. Sonra nə deyir? Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Nəticədə deyəndə biz bunları nə yazacağıq? Cəmi. Nəticədə nə qədər alma götürdün? X minus 6 dənədən birinci mərhələdən ikinci mərhələni götürdün. İkinci mərhələni götürdüyünə görə çıxırsan ikinci mərhələni. Doğru mu? Sonra və bərabər olur ümumi almaların yarısı. X bölü 2. X bölü 2. İndi fikir versəz, burada -6 böyle -12 edir. Bu öyle x minus 6'nı 1'ə vuran elə x minus 6 bölü 3. Bərabərdir x bölü 2. Məxrəcdə 3'ü 2 itirmək üçün hər tərəfi biz 6'ya vursaq, olar 6x çıxılsın, 6'nı 12'ə vursaq 72. 6'nı 3'ə böləndə 2 edir. 2'ni vuranda unutmayaq ki, burada mənfi var. Mənfi 2x. Mənfi edəndə plus 12 olacaq da. 6'dır 2'yə vurulanda 12. Bərabərdir 6'nı 2'yə böləndə 3. 3'ü də x'ə vuranda 3x. Buradan da 6x, 2x, 4x. 4x-dən 3x çıxanda bir dənə x qalır. Mənfi 72, 12. Mənfi 60 sağa necə keçir? Müsbət 60 kimi keçir. Deməli, 82-də də bizdən soruşur, əvvəlcə səbətdə neçə alma var idi? Əvvəlcə x götürmüşdük. X-də nə elədik? Tapdıq. Bunun tərs prosesində edəndə görsəz ki, nəsə sizə şübhəli qalır sualın cavabı. Tərs prosesini eləyin. Yəni necə? Məsələn, 60 dənə almadır. Birinci onun 6'sını götürdün. 60'dan 6'nın sonra qalır. 54. Birinci mərhələ üçün 54. Sonra ikinci mərhələdə və 54'dən də çıxırsınız. 54'ün 6'nısını çıxanda, 54'dən 6 çıxanda 48, 48'in 3/1, 16, 16. 54'dən də 16 çıxırsınız. Sonra təzədən 6'nı çıxırsınız. Bərabər olmalıdır 30'a. Bu da bəli 60'ın yarısıdır. Deməli, doğru cavab. 83-cü məsələyə baxaq. 83-cü məsələdə düzbucaqlı üçbucaqdır. C-dir, A-dır, B-dir. Buranı 2 verib, buranı 8 verib. Bizdən ABC-nin sahəsini istəyir, ümumi sahəni istəyir. Deməli, ilk növbədə biz bu CD-ni özünü tapaq. Niyə? Çünki hündürlüydür da bu. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı bölünən hissələrin hasili idi. Onda hündürlüyümüz 4'dür. Hündürlüyümüz 4'dürsə, adi üçbucağın sahəsi necə idi? Burada da elə. Tərəf həmən tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. Tərəf ümumi nə qədərdir ki? 2, 8, 10'dur. Həmən tərəfə çəkilən hündürlük 4'dür. Vuracam, böləcəm 2. Onda sahəmiz nəsə olacaq? 20 olacaq. 84-cü məsələyə baxaq. Deyir ki, İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirməli idi. Lakin o hər gün nəzərdə tutduğundan 3 səhifə çox oxuyaraq bu kitabı 10 günə bitirdi. Kitabda neçə səhifə var? Məsələni tənlik qurmaqla həll edin. Deməli, uşaqlar, deyir, İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla. Bilmir axı nə qədər səhifə oxuyur. X səhifə oxumaqla, əgər bu 15 günə bitirirsə, onda bu ümumi kitabın səhifəsini tapmaq üçün 15'i vuraram X-ə. Sonra nə deyir? Nəzərdə tutduğundan 3 səhifə
çox oxuyarsa, yəni əvvəl 2 səhifə oxuyurdusa, artıq bu 3 səhifə çox oxudu. X plus 3 səhifə oxudu. Onda bu 10 günə bitirəcək. Yəni səhifəni çoxaltdıqca günün sayı azalıb da 10 günə. Onda bəs bu neçə səhifə olacaq onda? Onu vuracağıq X plus 3-ə. Kitabın səhifəsi dəyişmiş ki, onda biz bunları bir-birinə nə edirik? Bərabər edib X-i tapacağıq. Onda olacaq, ikisini bir-birinə bərabər edəcəyik. 15x bərabərdir. Bunu da vurub açanda 10x plus 30. Buradan 5x'imiz 30-dursa, x'imiz 6-dır. Deməli, x'imiz 6 oldu və bizdən soruşurdu ki, kitabda neçə səhifə var? Kitabda ən birinci x səhifə idi, 15 günə bitirirsə, 15 vur x idi də. Və yaxud aşağıda fərq qoyun, fərqi yoxdur. 15 vurulsun, x'i də 6 tapdıq, 90 edəcək. Deməli, 90 səhifə. Cavabımız olur 90. Sonuncu 85-ci suala baxaq. 85-ci sualda çevrənin ən uzaq 2 nöqtəsinin koordinatları. Ən uzaq 2 nöqtəsinin koordinatı yadınızda saxlayın ki, elə çevrənin diametridir. Məsələn, mərkəzin o nöqtəsi budursa, mərkəzdən keçən nöqtənin ən uzaq nöqtə bu olur da. Ən uzaq nöqtə elə diametrin nöqtələr. Diametrdir. Şəkildə də görsənir. Bu çevrənin tənliyin yazın. Bu mərkəzin nöqtələridir. Bu mərkəzin nöqtəsi bilirik. Necə tapırıq mərkəzin nöqtələri? Orta nöqtədir də. Orta nöqtələri tapmaq üçün kənar nöqtələri toplayıb 2-yə bölürük. Mənfi 5-lə 3-ü cəmləyib 2-yə böləndə, mənfi 2-ni 2-yə böləndə mənfi 1. Bura mənfi 1 olur. Bir də ki, mənfi 2 ilə 4-ü toplayıb 2-yə böləndə, 2-ni 2-yə böləndə 1 edir. Mərkəzin nöqtəsini tapdım. Çevrənin tənliyi bəs necə olur? Çevrənin tənliyi ümumiyyətlə bilməlisiniz. X minus A-nın kvadratı üstə gəl Y minus B-nin kvadratı bərabərdir R kvadrat. Bu düstura çevrənin tənliyi düsturu deyirlər. Bunu öyrənin. Burada adı B-dir, A ilə B mərkəzin koordinatının nöqtələridir. Mərkəzidəki nöqtələr bu. Mərkəzi nöqtələri bunlardır da. Mənfi 1, 1. Gətirib yerinə qoyacaqsınız. Qaldı ki, bəs bu R-i necə tapırıq? R-i bu iki nöqtə arasındakı məsafədən AB-nin tapıb diametrdə. Diametri tapıb yarısını da götürə bilərsiniz. Ya da ki, elə AO-nu tap və yaxud OB-ni tap. Fərqi yoxdur. Onsuz bu radiusdur da. Bu radius, bu da radiusdur. Ya diametri obşu A ilə B-ni iki nöqtə arasındakı məsafəni götür, tap, yarıya böl. Ya da ki, bunu elə AO-nu tap. Yaxud OB-ni tap. Fərqi yoxdur. Elə AO-nu tapaq. AO-nu necə tapacaq? AO onsuz da radiusdur. Biz bunu tapmaq üçün iki nöqtə arasındakı məsafəni necə tapırdıq? Sonundan əvvəli çıxıb kvadrata yüksəldirdik. Mənfi 1 çıxılsın 3-ün kvadratı. Üstə gəl. 1 çıxılsın mənfi 2-nin kvadratı. Mənfi 1-dən 3 çıxanda mənfi 4. Mənfi 4-ün kvadratı 16. 1-dən mənfi 2 çıxanda 3. 3-ün kvadratı 9. Cəmləndə 25. Nə kök çıxır? 5. Deməli, sən demə, radiusumuz 5 imiş. Radius 5-dir. İnşallah radiusu 5 tapandan sonra gətirək, çevrənin tənliyində yerinə qoyaq. X çıxılsın, A-yımız neçədir? A-nın mərkəzin koordinatları bunlardır. Bunlar mərkəzin koordinatlarıdır. AB. A-yımız mənfi 1-dir. X-dən mənfi 1 çıxanda mənfi dəyər plus 1-in kvadratı. Y çıxılsın B. B-yimiz 1-dir. 1-in kvadratı. Bərabərdir. R-in kvadratı. R-in də kvadratı 5-dir. 5-in də kvadratı 25. Bu oldu sizin çevrənizin tənliyi. Bu cürdə yazırsınız cavabı. Bu qədər uşaqlar. Hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun.